Okay, başlayaq. Rekordu başlatdım da. Hə. Demək, Koşerin tənlikləri. Üzr istəyirəm, Bu biz hansı necə? hansı mövzulara baxmışıq? Bir onu tez deyə bilərsən. 11-dən 19-a qədər baxmışıq, 19-a daxil olmaqla. Amma 11-dən 13-ə qədərin rekordu yoxdur. Rekordlar 14-də limit mövzusundan başlayır. 11, 12, 13-ə lazım olsa bir də girib uşaqlarla baxarıq sonra. Elə Yaxşı, indi çox sağ ol. zaten sənin 11-də sualın var idi, onu da bundan rekorddan sonra baxarıq. Yaxşı. Demək, Koşirimin tənliklərinin isbatına baxacağıq. Ümumiyyətcə nə olduğuna baxacağıq. Deməli bu funksiyanın elə funksiyalar üçündür ki, bu tənlik həmin nöqtədə Z nöqtəsində törəməsi olsun, Z0 nöqtəsində daha doğrusu. Əgər varsa bu tənliklər bu funksiya üçün ödənəcək. Deməli birinci baxırıq ki, W-nu zaten bilirik ki, U və V kimi x-y funksiyalarından ibarətdir. Burada delta W-nu açıb. Delta W-nun biz törəmənin tərifində demişdik ki, törəmə nəyə bərabərdir? Z sıfıra yaxınlaşanda. Daha doğrusu delta Z sıfıra yaxınlaşanda nəyə bərabərdir? Fz0 plus delta Z çıxılsın Fz0 bölünsün delta Z. İndi sürətdə delta W olur da, sürətli ümumiləşdirirsək delta W kimi yaza bilirik. İndi burada delta W-nu açıb. Sonra Z-ləri, daha doğrusu Fz-ləri açıb. Fz-in özü nəyə bərabərdir? W-ya. W-da şeyə, UXY üstəgəl IVXY. Burada da buradakı funksiyanın arqumenti nədir? Z0 plus delta Z. Onu da x0 plus delta x, bir də y0 plus delta y kimi yazıb real hissəsini. Bir də burada şey var. Fz0, yəni u x0, y0. Bir də onun qeyri-real hissəsi var. O da v ilə olan funksiyalardır. Sadə şəkildə belə yazıb. Törəmənin tərifini bir də yazıb, rahat olsun deyə başa düşülməsi. Bir də demişdik ki, cəmin limiti limitlərin cəminə bərabərdir. Məsələn, limit x plus y bərabərdir limit x plus limit y. Elə fikirləşin. Burada da delta W-nu ayırıb real hissəyə, bir də imaginary hissəyə. Hər ikisində də delta Z var məxrəcdə. Bunu ayrıca bu şəkildə yazıb. Yəni burada delta Z sıfıra yaxınlaşır əvəzinə də delta X və delta Y sıfırlara yaxınlaşır. Qoyub, yəni heç əlavə bir şey yoxdur. Deməli sonra nə edib? Burada o dediyimi yazır. Yəni delta W bölünsün delta Z-i sadələşdirilmiş şəkildə, daha doğrusu açılmış şəkildə yazıb. Bir real hissəsi var. Yox, bir dəqiqə. Yox, açılmış vəziyyətdə burada sadəcə real hissəsidir. Fikir versəniz, i-lər yoxdur. Niyə v var bəs? Şeydir. İki arqumentli funksiyalarda biz demişdik, törəmə alanda, daha doğrusu törəmə alanda birinci y-i sıfıra bərabər eləyir ya da x-i sıfıra bərabər eləyib y-in sıfıra yaxınlaşdığı törəməni alırıq. Sonra o birisini eləyirik. Yəni x-i sıfıra bərabər eləmişdiksə, ikinci dəfə y-i sıfıra bərabər eləyib x-i sıfıra yaxınlaşdırıb törəmə alırdıq. Burada da onu eləyib. Birinci delta y-i sıfıra bərabər eləyib və delta x-i sıfıra yaxınlaşdırıb həll eləyir. Real hissəsi və qeyri-real hissəsi üçün. Aşağıda delta Z olurdu. Düzdür. Delta Z-i indi tərkibində y sıfıra bərabərsə, geriyə bir dənə delta x qalır. Çünki delta Z nəyə bərabərdir? Delta x üstəgəl i delta y. Delta y sıfıra bərabər olduğu üçün sadəcə x qalır. Elə burada da sürətdə də adi qaydada yazırıq. Sürətdə adi qaydada yazanda da fikir versəz, burada da v-lər yoxdur. Burada real hissənin şeyini alanda, törəməsini alanda, burada da v-lər yoxdur. Belə. Dəqiqə. V-lər yox, daha doğrusu delta y-lər yoxdur. Çünki delta y-i sıfıra bərabər eləmişik. Normalda burada u x0 plus delta x və
y0 plus delta y olmalıdır. Burada da yazdığı kimi. Amma delta y-i sıfıra əvvəlləmişik. Ona görə onu bu şəkildə törəməsini alırıq və funksiya özü bizə məlum olmadığı üçün ux şəklində yazırıq ki, bu u funksiyasının w-nun real hissəsinin x-ə görə törəməsidir. Amma diferensial tənliklərdə də yadımızda qalmış olmalıdır keçənlər ki, deyəsən burada bir dənə keçən qədim var. Bunu elədik. İndi sırada nə var? Delta x-i sıfıra bərabər eləyərək yerdə qalanını tapmaq var. Burada da fikir versəz delta x-i sıfıra eləmişik deyə x0 plus delta x əvəzinə sadəcə x0 yazıb, amma delta y yerində olduğu kimi qalır. Məxrəci də eyni şəkildə delta x plus i delta y yazmalıydı, amma delta x sıfır olduğu üçün təkcə bu qalır. İndi məxrəcdəki i'ləri aradan qaldırmaq lazımdır. Onun üçün nə edir? Hər ikini həm məxrəci, həm sürəti i-yə vurur. Məxrəci i-yə vuranda nə olur? Bu həddi mənfiyə keçir. Burada da eyni şəkildə aşağı mənfiyə keçir, amma sürət də mənfiyə keçdiyi üçün ikinci həddin işarəsi dəyişmir. İkinci dəfədə görürsünüz ki, ikinci həddi birinci yazıb müsbət olaraq. Amma birinci həddin işarəsi dəyişir və əlavə olaraq sürətə i artırılır. Ona görə bu da bir növ real hissə ilə qeyri-real hissə yerini dəyişir kimi fikirləşə bilərsiniz. İndi aşağıda yenə eyni şəkildə törəmə alacaq. Burada delta y-in sıfıra yaxınlaşdığı haldakı limiti tapır və buna vy yazır. Yəni, bayaqları v-nin və onun x-ə görə törəməsini almışdıq. Bu səfər y-ə görə hər ikisinin törəməsini alırıq. Amma bir i məsələsi olduğu üçün burada bir dənə mənfi işarə qalır hələ də bizdə. Yuxarıda fikir versəz ikisindən müsbət hədd alınır. Amma aşağıda u-nun y-ə görə törənməsinin mənfi versiyası var. İndi buradan görə bilərik ki, biz bir dəfə törəməni aldıq. Bir də demişdik ki, bu iki törəmə bir-birinə bərabər olmalıdır. Əgər funksiyanın həmin nöqtədə, iki arqumentli funksiyanın bir nöqtədə törəməsi varsa, onun y-i sıfıra bərabər, delta y-i sıfıra bərabər eləyib, delta x-ə görə tapdığımız haldakı törəməsi ilə delta x-i sıfıra bərabər eləyib, y-ə görə tapdığımız törəməsi bir-birinə bərabər olmalıdır. Əgər deyilsə, demək həmin nöqtədə iki arqumentli funksiyanın törəməsi yoxdur. Biz törəməsi olduğu hala baxdığımız üçün hələ ki, iki dənə tapdığımız fərqli törəməni axırda bir-birinə bərabər eləyirik. Fikir versəz, birincidə y-ə görə törəmələr var. İkincidə isə, daha doğrusu birincidə x-ə görə törəmələr var. İkincidə isə y-ə görə törəmələr var. Bu yuxarıda tapdığımız kimi. Ux, vx. Bir də bəzən yazılışda fikir verə bilərsiniz ki, ux yazıb, amma arqumentləri yazılmayıb. Sinifdə də bunu kimsə soruşmuşdu müəllimdən ki, niyə burada bu yazılmayıb, bunu orada yazılıb. Heç bir fərqi yoxdur. Yəni, bunu yazmaya da bilərsiniz. Çünki aydın məsələdir ki, ux zaten x0-dan y0-ın funksiyasıdır. Eyni şəkildə vx-dən. Bir də y-lə vy var, amma fərqli olaraq əvvəlində mənfi i var. Deməli, iki dənə törəmə funksiyası aldıq. Biri bu, biri də bu. Buradan ikisini də fikir versəz, real və qeyri-real hissəsi var. Deməli, biz bunlar bir-birinə bərabərsə, real hissələrdə ayrılıqda və real olmayan hissələrdə ayrılıqda bir-birinə bərabər olmalıdır. Bunun real hissəsi nədir? Ux. Bunun real hissəsi nədir? i-ni içəri vuranda vy olur, buradakı kimi. Deməli, ux-imiz vy-ə bərabər olmalıdır. Buna bərabərliyini alırıq. Koşi-Riemann tənliyinin birincisi. Bir də qeyri-real hissələr. Yəni, burada qeyri-real hissə nədir? Mənfi i u-lik. Yuxarıda isə i vx daha doğrusu. Burada da onların bərabərliyini görmək olar. Bu da ikinci Koşi-Riemann tənliyidir. Deməli, bu ikisinin bir-birinə bərabərliyini aldıq. Aşağıda da bunu ümumi şəkildə yazıb, yəni teorem şəklində yazıb. İndiyə qədər onun isbatı idi. Və bu şəkildə biz ux-lə vy-in, vx-lə də u-in yerini dəyişib törəməni yaza bilərik. Məsələn, törəmənin burada aldığımız düsturu nə idi? Vy çıxılsın i u-y. Biz burada
və y-in yerinə ux yaza bilərik, düzdür? Çünki ikisi bir-birinə bərabərdir. Aşağıda da onu eləyib. Harada eləyirdi? Burada deyəsən eləməyib, amma onu dəfədə bir dənə ümumiləşdirib yazım. Deməli, f z bərabərdir ux üstəgəl vx ivx və nəyə bərabərdir? Vy çıxılsın i u y. İndi biz f iştirak z-in həm eyni şəkildə buna da bərabər olduğunu deyə bilərik. Vy üstəgəl i vx və ya ux çıxılsın i u y. Bu Cauchy modəlliklərinin tam versiyası kimi bir şey. Deməli, burada bizdən nə istəyir? Heç nə, bu yenə dediyim kimi onun versiyasıdır. Belə. 20-dən sualı olan var. Okey. Onda 20-ci bir dənə də cümlə ilə qutarım. Ümumiləşdirsək nə etmişik biz? Demişik ki, f z funksiyasının z0 nöqtəsində törəməsi var. Bu deməkdir ki, belə mi qoydular, yoxsa nə edirlər, neysə. Bu tənliklər ödənir. Getdi bu. Onu götürək, yox bura. Z0 nöqtəsində törəməsi varsa, onda bu deməkdir ki, bu tənliklər ödənir. İndi 21-ci mövzuda göstərəcəyik ki, bu ox bu şəkildə deyil, bu şəkildədir. Yəni, bunun olması, bunun ödənməsi üçün kifayətdir. İsbatını heç bir yerdə bizdən istəməyəcək. Mən o fikirləşirəm ki, bunun isbatının üstündə danışaq, yoxsa yox. Çünki buna aid belə xüsusi bir sual da olduğunu fikirləşmirəm. 22-də. Şurca niyə danışmıyorlar? Yəni də bilsən niyə? Çünki heç buna özüm də tam baxmamışam. Elə müəllimə qulaq asdıqlarımdan qalandı. Çünki tamamilə 21-ci bir dənə mövzudur. Yəni burada yeni bir məlumat bir dənə deyirsən ki, bu tənliklərin ödənməsi Z0 nöqtəsində törəmənin olması üçün kifayətdir. Amma bir də bunun isbatı var da, yəni necə olduğu. Mövzu tamamilə bunun isbatından ibarətdir. İndi bu mövzunu danışaq yoxsa yox, onu fikirləşirəm. Yəni kiçik bir şey də deyil də, böyük. Bilirsənsə. Müəllim axırıncı səfər eləyirdi, törəmələrlə bir-birinə bərabərləşdirirdi, vurma, bölmə. Hə də. O tema idi. O temadır. Axırda da şey oldu ki, axırda belə bir şey çıxmışdı, səhv eləmirəmsə. Contradiction-la proof eləmişdik ki, mənfi kosinus x bərabərdir kosinus x kimi bir şey alınırdı. Bu da real olmadığı üçün, yəni belə bir şey olmadığı üçün deyirdik ki, contradiction, yəni əksini deyəndə contradiction yaranırsa, deməli özü düzdür. Bu şəkildə bir isbat olmuşdu axırıncı dəfə. Məncə bunun isbatını sonraya saxlayaq. Mən bir də özüm baxaram. Lazım olsa bir də baxarıq, qayıdarıq bura.